Salam, hər vaxtınız xeyir olsun. Bugünkü videoda erkən evlilikdən danışacağam. Erkən evliliyin fəsadları, ümumiyyətlə erkən evlilik məfhumu nəyi əhatə edir, onlar haqqında danışacağam. Erkən evlilik deyəndə ilk öncə insan ağlına tez uşaq gəlir. Yəni 18 yaşdan balacalar. Amma erkən evlilik sadəcə uşaqlardan danışmır. Yəni ümumi erkən evlilik olması üçün uşaqları evləndirməyə ehtiyac yoxdur. 30 yaşlı bir insan da, tutaq ki, qız və ya oğlan fərq eləmir, çox erkən evlilik eləmiş ola bilər. Yəni bu onun artıq mənliyindən, mənəviyyatından, əqli və zehni, yəni dərrakəsindən, intellektindən asılı olaraq dəyişir təbii ki. Onun üçün erkən evlilik olaraq sadəcə yəni uşaqları düşünməməliyik. Yəni dediyim kimi 30 yaşındakı bir insan da çox erkən evliliyə addım atmış ola bilər. Və buna dayanaraq demək mümkündür ki, erkən evlilik sadəcə uşaqlar arasında olmur. Amma mən cəmiyyətimizdə əhəmiyyətsiz hesab elədiyim şeylərdən birini də deyim. Məsələn, bu gün hər hansı bir xəbər çıxsa sosial mediada ki, 16-17 yaşlı qız nişanlanıb. Cəmiyyət o qədər tənqid eləyər, o qədər söyər ki, şərhlərdə həmin o qızın ailəsinə, nişanlandığı oğlanın ailəsinə. Amma iş nədənsə 18 yaşa gələndə bu tip şeylərdə artıq problem yoxdur, no problem. Yəni o qız tutaq ki, nişanlana bilər, evlənə bilər, öz həyatı da özü bilər. Halbuki 17 yaşlı qızın evlənməyə rızası olub olmaması ilə bağlı da heç bir fikrə sahib deyil cəmiyyət. 18 yaşlı qızın da evlənib evlənməməsi ilə bağlı, yəni rızası olub olmaması ilə bağlı heç bir fikrə yenə sahib deyil cəmiyyət. Mən deyərdim ki, 17 yaşla 18 yaş arasında heç bir fərq yoxdur. Yəni il fərqi də yoxdur, hətta ay fərqi var. Yəni 17 yaşlı bir qızla 18 yaşlı qız arasında nə kimi bir fərq var məsələn? Daha çox qızlardan misal çəkəcəm, çünki erkən evlilik deyəndə məğdur tərəf çox vaxt qızlar olaraq görülür. Yəni 17 yaşlı bir qızla 18 yaş arasındakı qız arasında nə kimi bir fərq var? Heç bir fərq yoxdur. Yəni bu hüquqi normativdir sadəcə, hüquqi qaydadır. Hüquqi olaraq 17 ilə 18 yaş arasında fərq var. 17 yaşlı insan həyatı ilə bağlı hələ də tam olaraq qərarlar verməyə bilər. Yəni valideynlərindən asılı ola bilər. Özü düşünməsə də olar. Amma 18 yaşlı bir insan artıq yavaş-yavaş öz həyatını formalaşdıra bilməsi üçün hüquqi olaraq artıq öz fikrini, öz düşüncəsini, öz qərarlarını, öz seçimlərini müdafiə edə bilər. Bu hüquqi normadır. Amma hüquq hər daim ədaləti, hər daim əxlaqı bərabərində gətirmir axı. Hüquq hər daim ədalətli deyil ki. Hüquq hər daim mənliyi müdafiə eləmir ki. Hüquq hər daim əxlaqlı olan şeyi müdafiə eləmir ki. Hüquq sadəcə bir cizgidir ki, yəni bir sərhəddir, bir limitdir. Yəni bu sərhədi qoyur. Bu zaman bunu eləyə bilərsən, bu zaman bunu eləyə bilməzsən deyir hüquq. Və hüquq hər zaman da ədalət yaradacaq deyə bir şey yoxdur. Eynən bu evlilikdə də olduğu kimi. Yəni 17 yaşlı bir insanla 18 yaşlı bir insan arasında heç bir fərq yoxdur. Və mən deyərdim ki, erkən evlilik məhz budur. Çünki keçmişə nəzərən artıq uşaqların məcburən zorla evləndirilməsi nisbətən azalıb. Keçmişdə bu tip hallar çox olub. Valideynlərimiz 15 yaşında belə olarkən evləndirilib. O zaman hüquqi qaydalar tam olaraq bərpa edilməmişdi, yox idi deyə. Bu tip şeylərdə insanlar rahat olub. Amma artıq 18 yaşdan aşağı evlilik eləyən insanlar da çox azdır. Və buna dayanaraq deyə bilərəm ki, artıq erkən evlilik artıq 18-dən sonradır. Yəni 18-dən əvvəl deyil. Yəni 18-20 yaşlı bir qızın, tutaq ki, evliliyə hazır olduğunu göstərən əlamətlər nədir? Nə ola bilər? 18-20 yaşlı bir qızın evliliyə hazır olduğunu göstərən tək bir amil var, o da qarşı cinsdir. Qarşı cins bunu tələb edir. Yəni çox görürəm, 30-35 yaşlı kişilər ancaq 18-20 yaşlı qızlarla evlənməyə niyyətlidirlər. Ancaq 18-20 yaşlı, belə 22-23 yaşlı qızlara talib olurlar. Daha çox o tip kişilərin valideynləri bu kateqoriyada qızlar axtarırlar. Niyə? Çünki bu kateqoriyadan olan qızlar, yəni 18-20 yaşlı qızlar evdən eşiyə çıxmayıb, cahildirlər, cəmiyyətə qarışmayıblar, heç kim onları görməyib, onlar heç kimi tanımır. Çox insan içinə çıxmayıblar, çox vaxt evdə olublar. Çünki yəni bir insan, yəni qızlar daha çox universitetə qəbul olunana qədər daha çox evdə olurlar. Yəni cəmiyyətə çox da qarışmırlar. Amma oğlanlarda nisbətən fərqli olur. Onlar artıq 18 yaşa kimi cəmiyyətə nisbətən qarışıblar. Və mən buna dayanaraq deyərdim ki,
yəni sırf öz sərfiyyatını düşünən kişilər və onun ailələri bu kateqoriyadan olan qızlar axtarırlar və bu kateqoriyadan olan qızlar da o yaşlarda yeniyetməlik nə deyim bilmirəm. Bir sıra həvəslərə gəlib ailə qurmağa meylli olurlar və bilinir ki, yəni belə bir düşüncə tərzi formalaşdırılır ki, qadınlar kişilərdən daha erkən evlənir. Onsuz da, yəni 18-20 yaşlı bir qadının evlənməyi artıq normal hesab edilir. Amma 18-20 yaşlı bir oğlanın evlənməyi anormaldır. Çünki oğlandan tələb olunan şeylər daha ağır, daha məsuliyyətli olur. Belə ki, 18 yaşlı bir oğlan niyə evlənsin? Onun hələ bir özünə məxsus bir evi yoxdur, maşını yoxdur, ailəsindən asılıdır, pul nədir bilmir, idarə eləyə bilmir. Yəni o hələ gəncliyini yaşayır. Amma iş qızlara gələndə onlar artıq yetkinləşməlidirlər. Onlar artıq evliliyə addım atmalıdırlar. Onlar artıq ev sahibi olmalıdırlar, yəni evlənməlidirlər. Ailə qrupunu idarə etməlidirlər və s. Mən düşünürəm ki, bu çox böyük bir axmaqlıqdır. Yəni 18-20 yaşlı bir istər qız, istər oğlan çox erkən yaşda, yəni bu evliliyə addım atması, özünü imenli bu məsuliyyətə həsr eləməsi, həyatını və uşaqlığını oğurlaması deməkdir. Ki, bu yaşda bir insanın da çox da məntiqli qərar verdiyini düşünmək olmaz. Hətta qeyd də aparmışam, bir dəqiqə onu deyim. Hə, budur. Nevrologiyada göstərilir ki, beynin qərar vermə, planlaşdırma və impulslara nəzarət edən ön alın payı, yəni prefrontal korteks çox vaxt 20'li yaşların ortalarına dək hələ inkişaf eləməyə davam edir. Yəni inkişafa yeni başlayır. Yəni bu o deməkdir ki, hələ 25-26 yaşa qədər insanlar seçim etmə, qərar vermə mərhələsində çox da perspektivli ola bilməz, yəni çox da perspektivli ola bilməz. Yəni doğru və ya yanlış qərar verib verməməkdən söhbət getmir. Yəni mən demirəm 18-20 yaşda bir insan qərar verə bilməz, verdiyi qərarlar yanlış olar, səhv seçimlər eləyər. Bu o demək deyil. Hələ əksinə cəmiyyətimizdə gördüyümüz şeylərdən biri də budur ki, artıq 18-20 yaşlı gənclər öz valideynlərindən daha məntiqli seçimlər, qərarlar verirlər. Onun üçün sadəcə nevroloji olaraq, yəni beynin inkişafı 25 yaşa qədər hələ davam edir. Yəni bu o deməkdir ki, 20 yaşda bir insan gələcəyi ilə bağlı çox da məntiqli bir seçim eləyə bilmə qabiliyyətinə və bacarığına sahib deyil. Bunu 25 yaşda daha irəli apara bilər, daha məntiqli, daha uzaq görən baxış bucağı ilə düşünüb qərar verə bilər deməkdir. Erkən evliliyin bir sıra səbəbləri də var cəmiyyətimiz üçün. Bunlar birincisi yoxsulluq, ikincisi ənənələr, nə bilim soyu davam elətdirməlisən, artıq bir ev qurmalısan, yəni bir yerə mənsub olmalısan, bir kimlik formalaşdırmalısan. Sonra ailə təzyiqi, yəni çox azalıb artıq bu ailə təzyiqi, amma yenə də var. Təhsil imkanlarının məhdudluğu, təhsil ala bilməyən qızlar mütləq şəkildə gedir evlənir. Amma təhsil alan qızlar da onsuz da gedir evlənir. Yəni mənə çatmır. Birinci, ikinci kursda oxuyan qızlar gedirlər nişanlanırlar. Evlənirlər, hətta elə o məzuna öz uşaqları ilə gəlirlər. Yəni hələ cəmiyyətə yeni çıxmış bir qız, insanlara yeni qarışmış bir qız, yəni hələ tam olaraq özünü idarə edə bilməyən bir qız. Yəni cəmiyyətdən, həyatdan başa çıxmayan bir qız. Yəni bir sıra o keçici həvəslərə aldanaraq gedir ailə qurur. Bu yenə deyirəm, qızlara məxsus deyil, oğlanlara da məxsusdur. Yəni erkən evlilik mənə görə budur. Erkən evlilik 18-dən sonradır. Yetkinləşmədən atılan addımdır. Hətta mənim bu dediyimi təsdiqləyən çox qəşəng bir konvensiya var. Bu konvensiyanı açıqlama qismində linkini paylaşacağım. Oxuyum. Deyir, qadınlara qarşı ayrı seçkiliyin bütün formalarının ləğvi haqqında konvensiyanın 16-cı maddəsində belə deyilir. Uşağın nişanlanması və evlənməsi, baxın, uşaq deyir, amma 18 yaşdan balaca demir. Uşaq deyir, yəni yetkinləşməyən insan deyir. Uşağın nişanlanması və evlənməsi heç bir hüquqi qüvvəyə malik deyil və qanunvericilik də daxil olmaqla bütün zəruri tədbirlər görülməlidir. Yəni hüquqi olaraq bunun bir yaşı, bunun bir rəqəmi yoxdur. Yəni hər hansısa bir oğlan ya da qız evliliyə hazır olması üçün hər hansısa bir yaşı tamamlamalı deyil. O yaşa çatmalı deyil. Yəni tərəflərdən biri həyat yoldaşı haqqında
məlumatlı qərar vermək üçün kifayət qədər yetkin olmadıqda razılıq sərbəst və tam ola bilməz. Onsuz da razılıq deyə bir şey yoxdur. Yəni 20 yaşlı bir qız evliliyə razılıq versə də, yəni evlənmək istəyirsə, tutaq ki, uyğun görürsə partnyorunu, bu demək deyil ki, o yəni evlənməyə razılıq verib. Bu demək ki, o düşünməyib. O məruz qalıb. Yəni zorlanmasa da, məcbur qalmasa da məruz buraxılıb. Yəni onun qarşısında bir dənə seçim qoyulub. O da qarşısında bir dənə seçim olduğu üçün onu götürüb. O da evlilik olub. Yəni 20 yaşlı bir qızın etdiyi seçim budur. Yəni o başqa seçimlər, başqa alternativlər qoyulmadığı üçün qabağına evliliyi ən uyğun alternativ olaraq görür və onu götürür. Yəni yetkinləşmədən verir bu qərarı. Ona görə də bu demək deyil ki, artıq o razılıq verir. Bu evlilik hüquqi qaydada əsasdır. Yəni hüquqi qaydada artıq normaldır. Yəni 18-dən sonra istədiyindən evlən, nişanlan və s. Amma bu yenə də hüquqi olaraq belə olsa da mental olaraq düzgün deyil. Yəni mental olaraq razılıq alınmayıb. Yəni 20 yaşlı bir qız yenə dediyim kimi qarşısında bir dənə alternativ sunulub. O alternativi seçib, o da evlilik olub. Hüquqi olaraq da yəni tam olaraq razılıq verilməsə də, yəni bu yenə bir razılıq deyil onsuz da. Bu sadəcə məcbur edilmədən bir seçimdir da, yəni. Bu elə bir seçimdir ki, həmin qızlar seçimi özü eləmir. Məcbur buraxılmadan məruz buraxılır. Belə deyə bilər. Yəni məcbur qalmadan məruz qalırlar. Yəni heç kim onları məcbur eləmir. Amma məruz qalırlar yenə də evliliyə. Çünki qarşılarında bir dənə seçim var. Başqa alternativi çox da düşünmürlər. Amma artıq mən deyə bilərəm ki, cəmiyyətimizdə qadınlar kişilərə nisbətən artıq özlərini daha çox inkişaf etdirməyə meyilli hala gəliblər. Bu açığı sevindirici haldır. Həqiqətən də sevindirici haldır. Atatürk deyirdi ki, bir cəmiyyətin inkişaf etdiyini görmək istəyirsinizsə, orada qadınların nə vəziyyətdə olduğuna baxın. Seçimlərinə baxın. Olduqları yerlərə baxın. Həqiqətən də yəni bir ölkənin inkişafını buna baxaraq demək mümkündür. Təyin eləmək mümkündür. Və bir də bir sıra suallar vermək lazımdır. Çünki dediyim kimi erkən evlilik, ümumiyyətlə evlilik bəzən ənənədən asılı ola bilir. Sırf ənənədir deyə bu addımı atan insanlar var. Amma mən deyərdim ki, çox səmimi bir şəkildə. Sırf gələcəyi yaxşı quracağıq deyə, sırf gələcəkdə bilmədiyimiz o xoşbəxtliyi qazanacağıq deyə, yəni uzaqgörənlik eləyəcəyik deyə erkəndən insan özünü məsuliyyət altına salmamalıdır. Biraz da kişilərdən danışaq. Məsələn 18-20 yaşlı bir kişilər. Daha yəni çox evlənmirlər. Çünki məruz qalmırlar. Çünki 18-20 yaşlı oğlan hələ də öz pulunu qazanmır və ya yeni qazanmağa başlayır. O da işlədiyi balaca işlərdir, ya afisiyant işləyir, ya kuryer işləyir. Yəni öz işinə sahib deyil tam olaraq. Maşını və ya hər hansı bir nəqliyyat vasitəsi yoxdur. Yəni özünü tam olaraq cəmiyyətdə idarə edə bilmir. Yəni özünü saxlaya bilmir. Özünü saxlaya bilməyən bir başqasını necə, yəni bir ailəni necə saxlasın? Valideynlərindən hələ ki asılıdır. Yəni 18-20 yaşlı bir oğlanın evlənməsi üçün çox az seçim var. Belə deyim. Çox az hallarda məruz qala bilər o tip, yəni o yaşdakı oğlanlar evliliyə. Amma bu da yenə erkən evlilikdir. Yenə deyirəm, erkən evlilik yaşla bağlı bir şey deyil. Mentalla bağlı bir şeydir. Psixologiya ilə bağlı bir şeydir. Mənliklə bağlı bir şeydir. Mənəviyyatdır erkən evlilik. Yəni erkən evlənmək üçün 15 yaşda evlənməyinizə ehtiyac yoxdur. 30 yaşda da çox erkən evlilik edə bilərsiniz. Əgər siz o dünyaya hazır deyilsinizsə, uzaqgörən deyilsinizsə nisbətən. Yəni uzaqgörənlik deyəndə nəyi nəzərdə tuturam? Bu məsuliyyət, yəni evlilik istər qadın, istər kişi üçün də müəyyən bir məsuliyyətdir. Bu məsuliyyəti həqiqətən olduğu şəkildə, yəni qayda qanun deməyim, evlilikdə qayda qanun deyə bir şey yoxdur. Fərddən fərdə görə dəyişir, amma ümumi bu məsuliyyəti götürmək üçün mental qəlib formalaşdıra bilib o insan, psixologiyasını hazırlaya bilib o insan. Cəmiyyətdəki bir sıra qəliblərdən çıxıb özü düşünə bilib o insan. İlk öncə bundan düşünmək lazımdır. Bunlarla bağlı bir sırada suallar vermək olar. Məsələn, qeyd eləmişdim. Evlənmədən qabaq bu tip sualları vermək lazımdır. Evlənmək istəyirsən yoxsa toy?
Yəni toy eləmək istəyirsən. Evlənmək istəyirsən yoxsa təzyiqdən qaçırsan? Səni sevənlə evlənirsən yoxsa uyğun hesab etdiyin biri ilə? Hətta altında belə qeyd yazmışam ki, səni sevəni heç kim istəməz, amma sən uyğun görəni başqası da uyğun görər. Yəni səni sevəni heç kim istəməz, çünki səni sevən biri varsa, o da heç kimi istəmir səndən başqa. Amma sən uyğun görəni başqası da uyğun görə bilər. Özünü tanımadan başqasını necə tanıyasın? Bayaqdan danışdığım bir şeydir bu. Yəni 18-20 yaşlı bir qız ya da oğlan özünü tanımadan niyə bir başqasını tanımağa məruz buraxılsın? Özünü tanımadan necə bir dünyaya addım atsın bu insan? Bu sadəcə evliliklə bağlı bir şey deyil. Özünü tanımayan bir insan seçdiyi təhsildə maksimum nə dərəcədə uğurlu ola bilər? Axı özünü tanımadan necə peşə, necə bir yol seçə bilər ki? Bu insan özünü bilmir. Necə seçə bilər? İnsan özünü tanımadan, özünü bilmədən necə evlənə bilər? Necə ailə qura bilər? Necə özünü o məsuliyyət altına sala bilər? Əslində özünü tanımaq prosesdə biraz yolda baş verir. Yola çıxmadan, yəni özü tanıya bilmirsən, gərək özü bir şeylərə məruz buraxasan, amma bu evlilik məncə çox riskli bir şeydir, sırf özü tanımaq üçün. Girdiyin yollarda riskli bir şeydir. Mənim danışacaqlarım bu qədər idi. Erkən evlilik haqqında bunları danışdım. Yenə deyirəm, erkən evlilik rəqəm deyil, mənəviyyatdır. Yəni rəqəmdən asılı deyil, mənəviyyatdan asılıdır. Nə qədər ki evliliyi bir maşın olaraq görəcəksiniz, yəni sizi rahat etdirmək üçün bir yerdən başqa yerə aparan bir şey kimi görsəz, uğurlu bir ya da xoşbəxt bir evlilik mümkün deyil. Yəni belə bir şey ki, bu da mənfəətə əsaslandır. Yəni cəmiyyətdə insanlar, yəni cinslər çox vaxt bir-biri ilə mənfəətə görə evlənir. Qızın oğlana, oğlanın da qıza ehtiyacı var deyə. Yəni oğlanın ehtiyacı nədir? Evində biri olsun, evdə biri olsun, evi çəkib çevirsin, uşaq dünyaya gətirsin, soyunu davam etsin, nəslini davam etdirsin. Nədənsə bütün kişilərin nəslini davam etdirmək istəyir. Bütün kişilərin nəsli çox müqəddəsdir, əhəmiyyətlidir, cəmiyyət üçün çox lazımdır, vacibdir, olmasa olmaz. Hər kəs Atatürkün nəslindən gəlib, nə bilim, Rəsulzadənin nəslindən gəlib. Hər kəs bir nəslini davam etdirməlidir. Bütün kişilər nəslini davam etdirməyə layiqdir. Digər bir yandan, yəni belə, kişilər bu cəhətdən özünə qarantiya almaq istəyir. Qadınların isə evliliyə möhtac olmağı, yəni gözlərini açmadan məruz qaldıqları üçün, yəni qadınlar daha erkən evləndikləri üçün çox vaxt maddi olaraq özlərini təmin etmək üçün evliliyə ehtiyac duyurlar. Ailələrini, evlərini dəyişmək üçün ehtiyac duyurlar. Yəni özlərinə yeni bir kimlik formalaşdırmaq üçün ehtiyac duyurlar. Yəni çox vaxt bunlardan ötürü ehtiyac duyurlar və bütün bunlar 2 qəpiyə dəyməz. Mən deyərdim ki, yəni bu oğlanın, qızın bir-birindən olan bu ucuz mənfəətləri 2 qəpiyə dəyməz. Yəni atsan atılmaz, satsan satılmaz. Necə ki burada sadəcə mənfəətlər danışır, mənəviyyat danışmır. Bu tip evliliklər ömür boyu sürsə də, yəni uğurlu demək olmaz. Yəni uğurlu evlilik də bir ömür davam edən evlilik deyil. Uğurlu evlilik bir-birini başa düşən, anlayan, dərk edən, müdafiə edən iki insanın eyni çərçivə daxilində, eyni qəlb daxilində hər daim bir-birinə sahib çıxmasıdır. Yəni evlilik eyni evdə yaşamaq, bir ömür yəni eyni evin içində olmaq, boşanmadan qalmaq, hər gün səni sevirəm demək deyil. Ki evlənmək də razılıqdır. Yəni evlənmək də razılıq deyəndə qarşılıqlı mənfəət bölüşməkdir. Biz belə ailə qurmaqdan danışıram mən səhərdən burada. Yəni evlilik desəm də dilim ona alışıb, cəmiyyətdən o qədər eşidirik ki, dilim ona alışıb. Çünki bizim cəmiyyətdə insanlar heç ailə qurmur, evlənirlər. Bu tip sərfiyyatlarla, özlərinə sərf edilən şeylərlə evlənirlər, ailə qurmurlar. Ailə başqa bir şeydir. Ailə mənim danışdığım başqa şeydir. Onun üçün mən deyərdim ki, dostlar, ilk növbədə qadınlar, birinci növbədə cəmiyyətə çıxın. Özünüzü tanıyın. Nisbətən biraz yaş artın. Yaş artın deyəndə yenə rəqəm olaraq demirəm, mənəviyyat olaraq deyirəm. Yəni yaş artdıqca insan çölə çıxır. Yaş artdıqca insan məsuliyyəti artır. Yaş artdıqca insan başqa dünyaları kəşf edir. Yaş artdıqca insan başqa insanlar tanıyır. Yaş artdıqca insan başqa atmosferlərdə olur. Bu cəhətdən deyirəm yaş artın. Yoxsa yaş dediyim kimi hüquqi olaraq sadəcə rəqəmdən ibarətdir. Mənəviyyat, yaşdan asılı deyil. 30 yaşda bir insan da çox
tüpoy ola bilər. Yəni geridə qalmış ola bilər. Lazımsız ola bilər. Amma elə 18 yaşlı insanlar var ki, baxırsan sənə dünyadan danışır. O qədər özünü inkişaf elətdirib, mental olaraq özünü yetişdirib ki, o qədər güclü bir psixologiyası var ki, yəni o insandan oturub söhbət eləmək istəyirsən. Baxırsan ki, o insanın 18 və 28, 38 yaşı var. Yəni mənəviyyat da əslində tam olaraq yaşdan ibarət deyil. Mən yaşı ona görə vurğulayıram ki, yaş artdıqca insan daha çox çölə çıxır. Daha çox insan tanıyır. Başqa şeylər düşünür, başqa şeylərə məruz qalır. Bu cəhətdən də mənəviyyat yaxşı və ya pis yönə yönələ bilər. O cəhətdən deyirəm ki, yaş artın. Yəni erkən evlilikdən uzaq durun. 18 yaşında, 20 yaşında bir evliliyə hazır olmayın. Çünki deyilsiniz. Sadəcə bir sıra mənfəətlərə görə hazırmış kimi hiss edirsiniz. Güya uzaq görəni eləyib gələcəyinizə qaranti altına alırsınız. Amma elə deyil. Əksinə, yəni bir insan özünü tanımadan atdığı hər addımda şübhə ilə yeriyir. Şübhəli hərəkət edir. 10 il sonrasını təxmin edə bilmir. Yəni amma özünü yetişdirən, özünü inkişaf elətdirən, yəni mental olaraq yetişmiş bir insan bundan 10 il sonrasını təxmin eləməsə belə planlaya bilir. Planlaya bilir ki, 10 il sonra bunları eləyəcəm, burada olacam və s. Təxmin eləməsə də planlaya bilir. Amma yəni geridə qalmış, düşünməyən, mentalı zəif kəslər planlamağa qoyuqlar. Heç təxmin də eləyə bilmirlər. Bundan 5 il sonra harda olacaqlar. Ona görə də erkən evlilikdən uzaq durun. Mən yaşdakılara xüsusən səslənirəm. Mənim də 20 yaşım var. Mən yaşda olan qızlar və oğlanlar, hələ ki evliliyə hazır deyilsiniz. Fərqli dünyalar görməlisiniz, fərqli insanlar tanımalısınız. Özünüzü inkişaf etdirməlisiniz, fərqli atmosferlərə girməlisiniz. Fərqli diyaloqlara qoşulmalısınız. Yaş artdıqca, əgər mənəviyyatınız artırsa, ondan sonra bu tip seçimləri eləməyə daha çox layiq olarsınız deyə düşünürəm. Yəni mən deyəcəklərim bu idi. Digər bir yandan erkən evliliyin təbii ki uşaq tərəfi də var. Yəni mən indi erkən evlilik deyəndə burada 18 plusu nəzərdə tutdum. Amma 18 yaşdan aşağı erkən evlilik bu daha da bərbad bir şeydir yəni. Çox bərbad bir şeydir. Çünki burada artıq mənfəətlər rol oynamır. Çünki uşaq mənfəətin nə olduğunu bilmir. Valideynlərinin güdüyü mənfəətə görə hərəkət edir. Bu tip evlilik haqqında da danışa biləcək qədər informasiya toplamamışam hələ ki. Topladığım zaman inşallah danışaram. Bugünkü videonun mövzusu buydu. Mən bu arada həvəskar müşahidəçi və araşdırmacıyam deyə bilərəm. Cəmiyyətdə bir sıra məfhumlar belə sorğulayıb araşdırıb təhlil edən, analiz qoyan, ad qoyan biriyəm. Onun üçün bu tip videolar daha çox gələcək. Fəlsəfə ilə bağlı, psixologiya ilə bağlı, insanı düşündürə bilən məfhumlar. Yəni hər an hər şeydən danışa bilərəm. Onun üçün mənə dəstək olmaq üçün kanala abunə ola və videonu bəyənə, hətta bu danışdığım mövzu ilə bağlı mənimlə dialoq qurmaq üçün şərh yaza bilərsiniz. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın.